2023-ci il mayın 5-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında əsaslı təmir və bərpa işlərinə başlanılıb. 3 il keçməsinə baxmayaraq sözügedən təmir işləri hələ də yekunlaşmayıb. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının binasının əsası 20-ci əsrin əvvəllərində qoyulub. Belə ki, 1910-cu ildə Bakı milyonçuları Mayılov qardaşlarının təşəbbüsü ilə binanın tikintisinə başlanılıb. Cəmi 10 ay ərzində 1910-1911-ci illərdə memar Nikolay Georgiyeviç Bayevin layihələşdirdiyi binanın tikintisi yekunlaşıb. 1928-ci ildə teatra dahi dramaturq Mirzə Fətəli Axundovun adı verilib. Həmin sənət məbədi 1959-cu ildən isə Akademik Opera və Balet Teatrı adlanır. Teatrın binasında aparılan təmir işləri ilə əlaqədar opera tamaşaları Bakı Musiqi Akademiyasının opera studiyasında, balet tamaşaları isə Heydər Əliyev Sarayının səhnəsində nümayiş etdirilib. Təmir işlərinin nə vaxt yekunlaşacağını və dayandırılma səbəbini öyrənmək məqsədi ilə Mədəniyyət Nazirliyinə, eləcə də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrına sorğu göndərilib. Lakin göndərilən sorğuya hələlik cavab almaq mümkün olmayıb. Qeyd edək ki, hər 2023-cü il sentyabrın 18-də teatrın direktoru, xalq artisti Yusif Eyvazov bildirmişdi ki, təmir işləri bir ildən bir qədər çox vaxt alacaq. Lakin görünən odur ki, proqnoz özünü doğrultmayıb. Xatırladaq ki, teatrda ən son təmir işləri 1987-88-ci illərdə aparılıb.